Bizim bir çox xüsusiyyətlərimiz var içimizdə ki, o genetik xüsusiyyətlərdir. Ata-anadan irs almışıq. Biz o genetik xüsusiyyətlərdən ki, heç bir zəhmət çəkmədən onları əldə eləmişik, onların təkidi ilə, o xüsusiyyətlərin dəvəti ilə elədiyimiz yaxşı əməllər demirəm hesab olunmur. Hesab olunur, amma o qədər də baha qiymətə almırlar onları. Çünki bu, belə deyək, bəzi insanın xasiyyətidir, hər bir insanın xasiyyəti var. İnsan var, onun xasiyyəti belədir ki, məsələn, səxavətli insandır. Heç bir zəhmət çəkməyib, atası da səxavətli olub, babası da səxavətli olub, bu da səxavətlidir. İndi bunun elədiyi ehsanla, təbiətcə, xasiyyətcə xəsis adam ki, 1 manat canından pul çıxmır, bu özü ilə mübarizə aparır, özünə yox deyir, əlini cibinə aparır birinə ehtiyaclı adama kömək eləyir, bununla bu eyni deyil. Biz əməlin zahirinə baxırıq, görürük, məbləğ eynidir, fəqirə kömək edilir, əməlin şəkli eynidir. Amma hansı mübarizə bahasına bu başa gəlir? Adam var ki, özündən asılı deyil, ata-anası onu belə tərbiyə edib ki, əl açıq adamdır. Adam da var, yox, xəsisdir, xəsislik bunun xasiyyətidir. O xəsis adam əlini cibinə aparıb, özünü məcbur eləyib kimə sənəsə verirsə, Allahın tərəzisində o ağır gələcək. O adamdan ki, onun xasiyyəti elə səxavətli olmaq.